Yeni bir vlogdan, yeni bir videodan hər kəsi salamlayıram. Dəyərli gözəl izləyicilər, gözəl xanımlar, necəsiniz? Demək xanımlar, bugün oturdum və birdən beynimə düşdü ki, üz baxım məhsullarını çəkəcəm və sizinlə bölüşəcəm. Keyfiyyətlərini bölüşmək istəyirəm. Uzun müddət idi aklımdaydı ki, bunları çəkim. Çünki çəkdiyim video, keçən videoda da bildirdiyim kimi çəkdiyim video silinib. O kadar uzun video çekmiştim ki bunların açılışını, bunları getirdiyim gün, bunları açanda videolarını çekmiştim, bir göstermiştim sizə. Və o video silindi məndə. Çox təəssüf ki, yaddaş probleminə görə. Və neçə vaxt aklımdaydı ki, bunları çəkim və sizinlə bölüşüm. Həm də istifadə etmişəm, daha yaxşı, keyfiyyətlərini də bölüşüm sizinlə. Belə xanımlar, demək əgər uyğun qiymətə, ucuz qiymətə və ucuz və keyfiyyətli məhsullar axtarırsınızsa, bu məhsullar tam sizə görədir. Xanımlar, ilk öncə istəyirəm ki, üz yuma gelindən başlayım. Demək, bu Ceremony markasının üz yuma geli. Bu üz yuma gelin gördüğünüz kimi hamı artıq bir ay falan öncə sifariş vermişəm və çox az istifadə olunub. Əslində istifadə edirəm sadəcə, yəni cüzi miqdarda əlinizə tökdükdə o qədər köpüklənir ki, yəni çox istifadə etməyə ehtiyac yoxdur da. Yəni bir damcı əlinizə aldığınızda çox gözəl köpüklənir. Bir də ki, xanımlar, bunları sifariş verdim və sifariş verdiyim zaman bunlar artıq gəlirdilər. Çatmaqlarına az qalmış, üzümdə problem yarandı. Yəni oğlumda üzündə olan yara mənə keçdi. Ona görə də gələndən sonra istifadə edə bilmədim. Bir müddətdən sonra istifadə etdim. Ona görə də yəni çox az istifadə olunub da. Başqa tip mazlardan istifadə edirdim deyə üzüm sağalandan sonra başladım istifadə etməyə. Belə xanımlar, üz yuma geli ilə öncə üzümü yuyuram, yaxşı-yaxşı köpükləndirib yuyuram və ilk istifadədən, indi əgər sifariş versəniz özünüz də görəcəksiniz ki, ilk istifadədən üz tonun o qədər açır ki, üzü o qədər işıltılı göstərir ki, bir də ki, burunda olan qara nöqtələri demək olar ki, çox azaldır da, yəni çox mükəmməl bir üz yuma gelidir. Digər gelləri bilmirəm, çünki ilk dəfədir üz yuma gelindən istifadə edirəm. İlk bu markanındır. Bəlkə digər üz yuma gelləri də yəni üz tonunu falan açır. Onlar haqqında məlumatım yoxdur, amma yəni sırf bu markaya görə deyə bilərəm ki, çox yəni yaxşıdır, bəyəndim, razı qaldım. Demək, ilk öncə bundan üzümü yaxşı yuyduqdan sonra bir yarım saat ara verirəm. Yəni məndən sizə məsləhət, belə cüzi məsləhət odur ki, üz yuma gelindən dərhal sonra krem üzünüzə tətbiq etməyəsiniz xanımlar. Ən azından bir yarım saat, 20 dəqiqə, yarım saat ara verəsiniz ki, üz yuma geli üzə daha da yaxşı təsir etsin. Üz daha da yaxşı yumuşalsın. Demək, bunu tətbiq etdikdən sonra, yarım saat sonra keçirəm bu seruma. Bu da yenə Ceremony markasının hidronik asid serumu və kollagen tərkibli serumdur. Bu serumun qoxusu o qədər mükəmməldir ki, super qoxusu var. Bu qoxu sanki məni uşaqlığıma aparır. Yasəmən qoxusudur. Çox gözəldir. Həm teksturası gözəldir, həm qoxusu gözəldir. Bunu da ki, xanımlar, bundan yarım saat sonra üzümə tətbiq edirəm. Bunu da çox az miqdarda üzə çəkirsən və yayılır, özü yayılır. Üzü yumuşaldır, rəngi yenə açır. Bunların sırf bu setin özəlliyi ondan ibarətdir ki, üz dəri tonunu açsın və üzə parlaqlıq versin. Bundan ibarətdir əsas əlamətləri. Bu da, yəni ikisini də çox bəyəndim, yəni razı qalmışam, məhsulların ikisindən çox razı qalmışam və sonda bunu tətbiq etdikdən 5 dəqiqə sonra isə xanımlar, CeraVe markasının bu nəmləndirici kremindən istifadə edirəm. Desəniz ki, niyə Ceremony'nin deyil, CeraVe'ninkini gətirmişəm? Çünki xanımlar, çox araşdırdım və dəri tipimə uyğun olaraq, düzdür bunlar da quru dərilər üçündür, amma bu CeraVe'ni quru dərilər üçün çox təriflədilər ki, bəs quru dərləri mükəmməldir, yəni superdir. Mən də yəni həvəsləndim, fikirləşdim ki, həm də 5 ulduz almışdı.
Yorumlar çox yaxşı idi. Fikirləşdim ki, bəs sifariş verim. Həm də ki, CeraVe bunların ikisindən də bahadır. Bunu hardasa 23 manat, 23 manat falan belə civarında gətirilmişdi. Amma bunların isə qiyməti çox münasib idi. Hardasa bu 7.50 idi, buradakı 8.40 idi belə. Yəni çox münasib qiymətə. CeraVe də çox gözəl kremdir. Bir də ki, xanımlar, bunların ikisindən də yəni hələ ki az istifadə edirəm. Həftədə 3 dəfə falan istifadə edirəm, amma bu CeraVe-ni isə gündəlik istifadə edirəm. Gündə 2 dəfə üzümə vururam. Çox super kremdir də. Yəni bu bayılıram bu kremə. Üzü o qədər yumşaldır ki, o qədər üzü dərisini açır ki, yəni bu həqiqətən də super kremdir. Söz ola bilməz. Belə. İndi xanımlar, bunlardan əlavə istəyirəm ki, saç baxım məhsullarını da sizə göstərim. Hansı məhsullardan istifadə edirəm. Demək xanımlar, 2 ay öncə saçımı keratinlətdirmişdim və keratin üçün belə bir şampun aldım. Bunu elə keratinlətdirdiyim yerdən almışam. Qiyməti 15 manatdır. Belə mağazinlərdə falan qiymətini bilmirəm neçə olduğunu, amma 15 manata almışam. Yəni bu şampunla çox razıyam, çox yaxşı şampundur. Belə bu şampundan istifadə etdikdən, saçlarımı yuduqdan sonra nəm halda saçlarıma bu maskanı tətbiq edirəm. Keratin maskası. Bunu isə marketdən almışam. Hardasa bir 5 manat 40 qəpik falan idi. 5.40 ya 5.60 qiyməti belə idi. Bildiyimiz məşhur maskadır. Bu da çox gözəl maskadır xanımlar. Demək saçlarımı nəm halda tətbiq edirəm və saçımda 20 dəqiqə saxlayıram. Əslində arxasında göstərib ki, saçda 4-5 dəqiqə saxlamaq lazımdır. Sadəcə mən 20 dəqiqə saxlayıram. Amma onu da bildirim ki, xanımlar, əvvəl xanımlar saçım doğurduğunda çox gec yağlanırdı, amma keratindən sonra artıq 2 gündən bir yağlanır və 2 gündən bir yumalı oluram. Bu maskanı tətbiq etdikdən sonra isə 2 gün müddətində saçlarım ipək kimi olur, çox gözəl olur. Doğrudan da yəni xoşum gəlir də maskadan. Bundan öncə də başqa bir maska istifadə edirdim. Ondan o qədər də xoşum gəlmədi. Argan idi, səhv etmirəmsə onun adı, Argan maskası. Onu o qədər bəyənmədim, amma bu sırf bu keratinin bu maskası çox gözəldir. Yəni saçlarım doğrudan ipək kimi edir, yumşaq saxlayır, 2 gün müddətində yəni gözəl saxlayır. Həm də parlaqlıq verir xüsusi. Belə xanımlar, sizə göstərəcəyim, deyəcəyim məhsullar bu qədər idi. Ümid edirəm ki, aranızdan quru dəriləri olan xanımlar münasib qiymətə məhsullar axtarırsa, onun üçün bir tövsiyə məsləhət ola bilər bu məhsullar. Belə xanımlar, yəni mən razı qaldım bu məhsulların hər birindən. Xüsusən də əsas bildirmək istədiyim bu məhsullar idi ki, bu üz baxım məhsulları idi ki, bunların yəni hər biri quru dərisi olan xanımlar istifadə edə bilər. Əgər bahalı bir şey istəmirsinizsə, münasib qiymətə istəyirsinizsə, bunların üçündən də istifadə edə bilərsiniz. Çünki mənim dərim hədsiz, həssas, həm də hədsiz quru bir dəri idi. Və artıq xanımlar, onu da deyə bilərəm ki, dərim o qədər nəmlənib ki, yəni əvvəlki kimi quru deyil. Əvvəl hətta tonal krem falan tətbiq edəndə burnumun üzəri qabıqlanırdı, alın hissəm qabıqlanırdı. Amma indi yəni dərim yumşalıb və nəm dəriyə doğru gedir, hətta yağlı dəriyə doğru gedir. Buna çox sevinirəm ki, dərim artıq quruluqdan çıxıb. Belə, bu məhsulların sayəsindədir. Yenə də xanımlar, hansı məhsullar sifariş versəm, üzüm üçün hansı, ya üz, ya saç üçün hansı məhsullar sifariş versəm, yenə də sizinlə bölüşəcəm, yenə də sizə göstərəcəm. Belə xanımlar, videom bu qədər idi. Qısa video çəkmək istədim, bölüşmək istədim sizinlə, gözəl, dəyərli izləyicilər. Kanala abunə olub, videolarımı bəyənməyi unutmayın. Sizdən dəstək gözləyirəm. Hələlik.